Pasiyentimiz Kəmalə xanım Ordubaş şəhərindən bizim klinikamıza müraciət edib. Uzun illərdir, 30 ildir ki, kürəklərində olan ağrılar, bu ağrıların qola, boyna, sinəyə, başa vurması, güclü tərləmə, uzun illərdir bu ağrılara görə müalicələr alıb. Həm fizioterapevtik müalicə, həm iynə-dərman müalicəsi, amma ona heç bir köməyi olmayıb özünün dediyinə görə. Və biz Bioloji Təbabət Klinikasında inteqrativ tibb üsullarından istifadə edərək xəstəmizin əzəllərində olan gərginliyi, miyogelozu əritməkdən ötürü xüsusi preparatları kokteyl formasında xəstəmizin ağrıyan nahiyələrinə inyeksiya etdik. Pasiyentimiz klinikamıza daxil olarkən kürəkdə olan kəskin, lökgüldəyici, vurucu ağrılardan şikayət edirdi. Bu ağrılar yayılmış halda boyna, qola, sinəyə, başa verirdi. Güclü tərləməsi var idi. Bu ağrılar onda depressiya yaratmışdı. Gecələr yata bilmirdi. Yuxu pozğunluğu, əsəbilik. Artıq 30 ildir bu ağrılarla, xronik kəskin ağrılarla yaşamaq onda gərginlik yaratmışdı. Cəmi 5 prosedur xəstəmizlə biz iş aparmışıq. Həm drenaj detoksikasiya olunub, həm kürək əzəllərində olan gərginliyi osteopatik üsulla da aradan qaldırmağa nail olmuşuq. Mən istərdim ki, xəstəmiz bu 5 prosedurdan sonra özündə neçə faiz yaxşılaşma olduğunu bildirsin və öz təəssüratını bizimlə bölüşsün. Mən doğma Naxçıvanımızın gözəl Ordubaş şəhərindən bura gəlmişəm. 30 ildən artıq bir vaxtdır ki, ağrılar, baş, kürək, qol ağrıları məni çox narahat edirdi. Demək olar ki, həmişə ağrı içində olurdum. Kürəklərimin ağrısı mənim bütün bədənimi sıxırdı. Baş ağrısı, qol ağrısı, hətta ağrılar sinəmə vururdu, ürəyimi sıxırdı. Bütün günü əsəb gərginliyi içində yaşayırdım. Ağrı ilə yatırdım, ağrı ilə dururdum. Çox həkimlərin yanında olmuşam, çox müalicələr qəbul eləmişəm. Amma təəssüflər olsun ki, heç birisinin faydasını görməmişəm. Nəhayət, sosial şəbəkələrdən tanıdığım Bioloji Təbabət Klinikasının nevroloqu Aycun xanım Məmmədovanın yanına gəldim. Nə yaxşı ki, gəlmişəm. Deməli, belə qərara gəldim ki, 5 günlük kurs müalicəsindən sonra doğru ünvana, düzgün həkimin yanına gəlmişdim. Bütün həkimlərin sözü bir idi. Sinir ağrıları, duzlaşma. Amma bu həkim o qədər incəliklə müayinə elədi. Mənim qanımda olan problemləri aşkara çıxardı. Kürəyimdə olan sıxılmaları, sinir ağrılarını, vətərlərdə olan hətta qurumaları belə aşkara çıxardı. Öz yazdığı müalicə ilə mənim bütün ağrılarımı son qoydu. Artıq ağrılarım yoxdur. Özümü çox yaxşı hiss eləyirəm. Bütün bunlar üçün gözəl həkimim, müsbət insani keyfiyyətlərə malik olan, şirin dilli, gülər üzlü Aycun xanıma minnətdarlığımı bildirirəm.